birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhər sakinləri ilə görüşdülər, xatirə fotoları çəkdirdilər. Bunun işlərə ehtiyac var, artıq milli göstərişi var, bundan da gözəl olacaq. İnşallah. Hoş geldiniz. Allah sizi var eləsin. Azərbaycan sizə əziz eləməsin. Allah bütün xalqımızı, dövlətimizi daim olsun. İnşallah. Salamınızı çatdırın, cənab prezident. Hoş geldiniz. Əvvəlcə 40 saylı Körpələr Evi uşaq bağçasının yaxınlığında yerləşən 37 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri barədə məlumat verildi. Bildirildi ki, 1969-cu ildə istifadəyə verilən təhsil müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından burada əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub. Sonra bağça ilə tanışlıq oldu. Bu məktəbə qədər təhsil müəssisəsi 1967-ci ildə inşa edilib. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Bina yararsız vəziyyətə düşdüyündən birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada məktəbə qədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verdi. Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən etibarən fond məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.
Təməli 2022-ci il yanvarın 30-da Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial kompleksi Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram olaraq inşa edilir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevaya memorial kompleksin layihəsi barədə məlumat verdi. Ərazisi 4 hektar təşkil edəcək kompleksin tərkibində muzey binası olacaq. Muzeyin əsas sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə isə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək. Müxtəlif tədbirlərin keçirilməsi məqsədi ilə çoxfunksiyalı otaqlar da burada yer alacaq. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları yerləşdiriləcək. Gəncə Memorial kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatması nəzərdə tutulur. Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən müxtəlif təyinatlı .U, Smerç, Skat və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb. Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindən biri də səhiyyə sahəsidir. Bununla bağlı bir çox layihələr həyata keçirilir. Diabetli uşaqlara ən yüksək qayğı, talasemiyasız həyat naminə kimi layihələr bunlardandır. Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevaya məlumat verildi ki, perinatal mərkəz Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərir. Perinatal mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur. Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı perinatal mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olundu. Yeni doğulmuş körpələrə və analara isə fondun hədiyyələri təqdim edildi.
Şah Abbas məscidində olan birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevaya məlumat verildi ki, 2008-ci ildə prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi. Şah Abbas məscidi 1606-cı ildə Səfəvi hökmdarı 1-ci Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncə çayının sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid 17-ci əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib. Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal günbəz ənənələrini yaşadır. Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələri uğurla istifadə olunub. Bununla yanaşı, Arran Memarlıq Məktəbi üçün xarakterik olan lakaniklik və ifadəlik də bu tarixi dini abidədə əks olunub. Şəhərlərin tarixini kitablar deyil, binalar danışır. Gəncənin mərkəzində 130 ildir mövcud olan Aleksandr Nevski kilsəsi təkcə insanların ibadət etdiyi yer deyil, həm də şəhərin sükut içində saxladığı yaddaşıdır. Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın diqqətinə çatdırıldı ki, 1997-ci ildə kilsənin yaradılmasının 110 illiyi qeyd olunmuşdu. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yaranmışdı. 2017-ci ildə isə kilsə tikilməsinin 130 illiyi münasibəti ilə təmir edilib. Çox millətli, çox konfessiyalı ölkəmizdə tarixi mədəni irsin, milli mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa edilib. 138 illik məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda plint kərpicdən tikilib. 44 il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral ambar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb. Qədim interyerində müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Magdalena adına ikonaları xüsusi qeyd etmək olar. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi, mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sayəsində çoxsaylı layihələr həyata keçirilir. Ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir bərpa olunur. Hüseyniyyə məscidində olan birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevaya məlumat verildi ki, 19-cu əsrdə inşa edilən Hüseyniyyə məscidi eyni zamanda Tatlar məscidi kimi tanınır. Bura ibadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi dini abidədə təmir bərpa işlərinin aparılmasına zərurət yaranıb. Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verildi.
Bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, din şəraitdə yaşadıkları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Tolerantlığın ünvanı Azərbaycan layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.